Sizlərə Binə qəsəbəsi Məxmərçay evinə yaxın Sirab kafenin yanında birbaşa geniş məhəlləyə açılır qapı. 2 mərtəbə 6 otaqlı evimizin təqdimata gəlmişik. İşığı var, qaz sərqazı var, suda quyusuydu. Bax belə tam təmir 2 mərtəbə evdir. 3 sotdan da artıq həyətyanı ərazidir. Arxasında da, evin arxasında da bağ kimi yer təyin ediblər. Yəni bağı var. Həyətində adlı sanitar qovşağı, 6 dənə elə təkcə sanitar qovşağı var. Biri həyətdədir, 5-i də evin içindədir. Hər otağın adlı sanitar qovşağı var. Yerdən də 3-4 daş kürsüdür. Belə. İndi evin daxili ilə tanış olaq. Bax, girdi belə bir koridor. Yer istif oldu, onu qeyd edirəm sizə. Sağda gözəl dizayna malik qonaq otağı. Gördüyünüz kimi. TV stentinə qədər hər bir şey yığılıb. Gedirik burada arxada bir yataq otağı. Ən əsas qoşa daşdır. Yəni onu qeyd edək. Mətbəximiz, mətbəxində yer istif oldu. Buradan da evin arxa hissəsinə həm belə teras kimi eləyiblər. Kombi sistemi də çəkiblər. Həm də arxa bağ kimi saxlanılıb. Gördüyünüz kimi qəşəng bağlıq saxlayıb. Yəni türk evləri kimi də 2 qapıdır. 2 qapıdan girirsən, orada bağı. Bura qladovka kimidir. Üstün betonuna qədər, kəmərlərə qədər hamısı atılıbdır. Yəni beton kəmərlə tikilmiş evdir. Bir dənə sanitar qovşağımız buradadır. Belə duş kabin yeri də təyin olunub. Pilləkan beton pilləkandır. Gördüyünüz kimi qalxaq yuxarı ilə tanış olaq. Üzəri taxta işləməkdir. Pilləkanla qalxırsan, bir dənə burada sanitar qovşağıdır. Yəni sanitar qovşaqları boldur. Nəyə də olmasa bu evin hər yerində sanitar qovşağı var. Bu bir otaq, ikinci otaq, geniş ölçüdür, 6 otaqlı evdir. Yenə qeyd edirəm. Nə belə balkon hissədir. Qalxırıq. Daha doğrusu gedirik. Burada bir otağımız. Bu otağın da adlı belə sanitar qovşağı var burada. Keçirik bu otağımıza. Bu digər otağımız və burada teras hissəmiz. Gördüyünüz kimi balkon hissə. Otur çayımız. Yəni əsl almağa dəyən evdir də, ideal evdir. Bəli, dəyərli izləyicilər, evimizin satış qiyməti videonun üstündə qeyd olunacaq. Buyurun tələsin Məxmərçay evinin yanında.